2026-cı il yanvarın 1-dən etibarən avtomobillərlə bağlı bir sıra gömrük güzəştləri ləğv olunub. Bu qərar ithal xərclərinə birbaşa təsir edib və nəticədə Çin istehsalı avtomobillərinin satış qiymətlərində artım qeydə alınıb. Bəs avtomobil bazarında vəziyyət necədir? Keçən il 25 min idi, indi olub 35 min, 38 min civarında olub. Amma alıcı qüvvəti çox zəifdir, Çinə də. Biz özümüz Amerikadan, Almaniyadan maşınlar gətirdik. Onlara çox baha gəlir deyə. Yəni çox zəif gedir maşınlar bugünkünə baxanda. Bəzi satıcıların sözlərinə görə avtomobillərin qiymətində hələlik ciddi artım yoxdur. Ancaq bazarda diqqət çəkən əsas məqam alıcıların seçimindəki dəyişiklikdir. Hazırda ikinci əl avtomobillərə maraq daha yüksəkdir. 2025-ci ilin avtomobillərin qiymətində artım yoxdur. Yəni həmin qiymətlərdir. Həmin dəyişiklik yoxdur. İkinci əl avtomobillərə tələbat hal-hazırda daha yüksəkdir. Çünki biz neçə illərdir ikinci əl avtomobillərlə çalışırıq, amma onu görürük. Onu görürük ki, hal-hazırda bugünkü gündə ikinci əl avtomobillərinə daha çox üstünlüyü var. Nəinki Çindən gələn maşınlara. Çünki onlarda insanlar sürüb keyfiyyətini hiss edirlər, keyfiyyət yoxdur. Mütəxəssislər deyirlər ki, bazarda əsas mexanizm təklif və tələbat balansıdır. Bəs idxalın azalması və gömrük xərclərinin artması bazara uzun müddətli təsir göstərəcəkmi? Güzəştlərin ləğvi uzun müddətli qiymət artımına səbəb olmayacaq. Çünki alıcılıq qabiliyyəti o qədər də yüksək deyil. İnsanlar daha çox, deyək ki, 30 min manata qədər olan avtomobillərə çox üstünlük verirlər. Onların da yəni, bazarda qiymət artımı bəzən görürsünüz ki, heç 1000 manata gəlib çatmır. Yəni, bu güzəştlərin ləğv olunmasından sonra təbii ki, aşağı-yuxarı bir 2000 fərq elədi. Amma sonraki dövrlərdə artıq alverçilərin heç bir əsası yoxdur axı, nəyə əsas gətirsin, o qədər artıma gedə bilməz. Mütəxəssislər hesab edirlər ki, gömrük güzəştlərinin ləğvi müəyyən qiymət fərqi yaratsa da, alıcılıq qabiliyyətinin aşağı olması uzun müddətli və kəskin bahalaşmanı məhdudlaşdırır.